Çoxdandır bir yer haqqında eşidirdik. Instagramda, Facebookda, sosial şəbəkələrdə görmüşdük. Və qərara gəldi ki, biz də gedib baxaq yerində, görək bura necədir. Bura Qusarda yerləşən Farella Fish House, yəni balıq evidir. Çox gözəl dizayn olunmuş, ağ və mavinin ahəngi əla tutuşturulmuş bir məkandır. Yəni ilk növbədə onu deyim ki, qiymətlər, digər məsələlər bir kənara, elə burada gedib baxıb zövq alıb, şəkil çəkdirib, istirahət eləmək özü bir əlavə insana xoş əxlal verir. Bu istirahət mərkəzi bütün istirahət yerləri, söhbətgahlar, oturacaqlar, stullar yerləşən bisetkalar hamısı suyun üzərindədir. Su təmizdir, şəffafdır. Yəni orada olduğumuz zaman müşahidə elədik. Adətən su olan yerlərdə, məkanlarda biraz suyun üzərində nəsə olur. Biraz iyi ola bilər, amma burada belə bir şey müşahidə eləmədik. Təmizdir, baxılır. Səliqəlidir. Məkan da yerləşdiyi məkan da Qusarda. Qusarın rayon mərkəzindən çox uzaqda deyil. Elə Qusardan ilk kəndi çıxanda Çiləgir kəndinin yaxınlığındadır. Zövqlə bəzədilib. Axşam saatları idi, saat 5 filan. Artıq bax görürsüz, dağın ətəyindədir. Xeyli də insan var idi. Qiymətlər ucuz deyildi, sözün açığı. Yəni digər rayon mərkəzlərində bundan ucuzdur. Balıq məsələn 250 qramlıq farel balığı 10 manat, 1 kiloqramlıq farel balığı isə 40 manat idi. Digər balıqlar da var, daha çox dəniz məhsulları var. Amma bunlara əlavə bütün salatlar, isti qəlyanaltılar da var, kabablar var. Kabab, əksər kababların qiyməti 10 manat idi. Məsələn, quzu antrikot, quyruq, dana bastırma, digər kabablar. Belə, yəni burada daha çox gəlib yeyib içməyə yox, gəlib yüngül yemək yeyib ailənə istirahət eləmək, zövq almaq üçün əla yerdir. Çay da verirlər, digər içkilər də var. Biz də dincəldik və 1 kiloqramlıq farel sifariş vermişdik. 1 şiş lülə kabab və kartof fri. Yəni, böyük elə də çox sifariş verməmişdik, amma 64 manat hesab verdik. Yəni, bizi qane etdi. Burada gəlib dincələn hər kəsə xoş istirahət, obyekt sahibinə isə fəaliyyətdə uğurlar arzulayırıq.